Gününüz aydın olsun Azərbaycan xalqı. Bildiyimiz kimi Rasim Balayev bizim dahi bir şəxsiyyətimiz, dahi bir aktyorumuz, bizim korifeyimiz, bizim hər bir şeyimiz dünyasını dəyişdi. Allah ona rəhmət eləsin, Allah onun məkanı cənnət eləsin, Allah onun ailəsinə səbir versin. Rasim Balayev şəxsən mənə böyük bir təsir bağışladı. Onun dünyasını dəyişməyə mənə böyük bir təsir bağışladı. O baxmayaraq ki, neçə illərdir rollarda, obrazlarda olmur. Sadəcə o insanın varlığı mənə bəs eləyirdi. Çünki Rasim Balayevə böyük bir dəyər verirəm. Rasim Balayev elə bir şey, Rasim Balayev deyəndə bizim beynimizə kimlər gəlir, nələr gəlir? Bizim beynimizə tariximiz gəlir. Bizim beynimizə sərkərdələrimiz gəlir. Bizim beynimizə Babək, Nəsimi, Beyrək, hansı ki Beyrək deyəndə, döyünən ürək, Babək deyəndə, bizim tariximiz, Nəsimi deyəndə, bizim əcdadımız, hər bir şey yadımıza düşür. Yəni Rasim Balayev sadə bir insan, elə belə bir insan değildi. O deyirdi ki, əvəz olunmaz insan yoxdur. O sözlə mən razı deyiləm Rasim Balayevin dünyasını dəyişməyində. Mən bu sözlə mən razı deyiləm. Çünki Rasim Balayev əvəz olunmaz bir insan idi. Rasim Balayev əvəz olunmaz bir aktyor idi. Əvəz olunmaz bir şəxsiyyət idi. Rasim Balayev şəxsən yeganə bir aktyordur ki, hansı ki cənab prezidentimiz İlham Əliyev onu şəxsən özü qəbul edib və ona medallarını, xüsusi təşəkkürlərini bildirib cənab prezidentimiz. Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, Rasim Balayev kimi aktyorlar bizim tariximizdir. Mənim şəxsən atam, mənim valideynlərim mənim üçün və bizlər üçün, ailəmiz üçün Rasim Balayev kimi aktyorların kinolarını göstərib və bizə kişilik dərsi keçib və bizə tariximizi göstərib. Ancaq bugünkü gün biz nəyi göstərək? Ay kinematografçılar biz nəyi göstərək? Ay Mədəniyyət və Turizm Nazirliyi nəyi göstərək? Göstərək ki, siz layiq olmayan insanlara, ay Mədəniyyət və Turizm Nazirliyi, layiq olmayan insanlara xalq artisti vermisiniz. Layiq olmayan insanlara aktyor adı vermisiniz, çıxartmışsınız efirə. Çünki sizə maraq bir dənə puldur. Pul olsun, şərəfsizin birini çıxardın efirə, cəmaatın ruhunu körləsin. Rasim Balayev kişilik simvoluydu. Bu xalq üçün kişilik simvoluydu. Rasim Balayev bizə nələri göstərmədi? Rasim Balayev bizə nələri dərs keçmədi? Hani bugünkü gün 44 gün müharibə haqqında? Hani sizin çəkdiyiniz kino? Yaxşı, deyək ki, xalqınızı sevmirsiniz, o şəhidlərə dəyər vermirsiniz, bu millətə dəyər vermirsiniz. Hani sizin ölkə başçısınız haqqında bir kinonuz? Hani bu dəmir yumruq altında olan bir cənab prezidentimiz, Ali Başkomandan haqqında kinonuz? Ulu öndərin bu dövlət haqqında, bu ölkə haqqında, bunun qrup yaradıcılığı haqqında hani bir kinonuz? Hani bir tarixi, bir şey ki, hansı ki biz o gələcək nəslə göstərək? Hani sizin o şəhidlər haqqında çəkdiyiniz kino? Hani Polad Həşimov haqqında çəkdiyiniz kino? Hani o Mübariz İbrahimov haqqında çəkdiyiniz kino? Hani o aprel döyüşləri haqqında çəkdiyiniz kino? Hani siz nə əldə edəcəksiniz? Siz nə edəcəksiniz? Bu gələcək nəsil sizdən nə ibrət götürsün? Ay kinematografçılar, ay Mədəniyyət və Turizm Nazirliyi, ay media, nə bilim kimə səsləndim ki, Rasim Balayevin itkisini mənə qaytarsın. Mən bilim ki, gələcəkdə bir Rasim Balayev yetişir. Gələcəkdə bir hansısa bir bu xalqa, bu dövlətə layiq bir aktyor yetişir. Hani mən yanıb yaxılıram, ona görə yanıb yaxılıram ki, Rasim Balayev baxmayaraq ki, hardasa bir 10 ildir filmlərə çəkilmir, amma Rasim Balayevin Babəki bizə bəs eləyir, Nəsimisi, Beyrəyi, digər filmləri bizə bəs eləyir. Rasim Balayev elə belə şəxsiyyət olmayıb. Rasim Balayev böyük bir itkidir. Azərbaycan xalqı üçün, dövləti üçün böyük bir itkidir. Rasim Balayev bizə kişilik öyrətdi. Rasim Balayev tariximizi bizə təbliğ elədi. Rasim Balayev əsl aktyor idi. Hani sizin yetişdirdikləriniz, hani mənə bir dənə göstərin ki, bir nümunə gətirin ki, bu son müstəqillik əldə etdiyimiz dövrdə hansısa bir yetirməniz var. Hansısa bir yetirməniz var ki, bunu ortalığa qoyaq deyək ki, bu hardasa Rasim Balayev olmasa da, bu hardasa bu nəslə, gələcək nəslə hansısa bir ibrətamiz bir filmdə iştirak edəcək və yaxud da siz kinematografçılar hansısa bir filmdə bu gələcək nəslə nələrisə təbliğ edirsiniz. Hani yoxdur. Ona görə də Rasim Balayev itkisi bizim üçün ağır bir dərddir. Rasim Balayev şəxsən, mən müstəqil ölkəm vətəndaş kimi, şəxsən mənə böyük bir itkidir. Rasim Balayevin itkisi mənim nə yaxınım deyil, nə əzizim deyil və yaxud da nəsə bir əzizim də o baxımdan əzizimdir ki, o insan bizə kişiliyi öyrətdi. O insan bizə tariximizi xatırlatdı. O insan bizə göstərdi ki, bizim tariximiz nədir? Bizim genimiz kimdir? Bizim kökümüz nədir? Azərbaycan nə deməkdir? Azərbaycan hardan başlayır, hardan qutarır? Rasim Balayev onu göstərdi və ona o ssenarini verən kinematografçılar, rejissorlar hamısının haqqı var. Allah hər birinə rəhmət eləsin. Allah bütün korifeylərə rəhmət eləsin. Allah bütün sənətkarlarımıza rəhmət eləsin. Amma bugünkü gün ortalıqda yoxdur. Yoxdur. Niyə yoxdur? Bəyəm dövlət sizə pul ayırmır. Oturub gözləyirsiniz ki, hansısa bir reklamlardan nədənsə pul qazanasınız. Buradanızdan gəlsin. Bu dövlətin haqqı, bu xalqın haqqı, ay kinematografçılar, ay nə bilim, Mədəniyyət və Turizm Nazirliyi.
Oturmusunuz ancaq mədəniyyətini, geyimini, tərbiyəsini bilməyən insanlara xalq artisti adı verib və özünüzdən onunla fəxr eləmək. Yəni bu xalq qeyrətli xalqdır. Bu xalqın başında qeyrətli bir oğul cənab prezidentimiz durur. Ona görə onun əziyyətini itirməyinizə sizə haram olsun. Rasim Balayevi siz qaytara bilməyəcəksiniz. O təbii haldır. Ancaq ortalıqda bu gələcək nəsil üçün kimləri yetişdirdiniz? Onu qoyun ortalığa. Deyin ki, bax biz bunları yetişdirdik. Amma ortalıqda heç bir şeyiniz yoxdur. Çünki sizin aktyorlarınız ancaq təlxəklik, ancaq mütriflik, ancaq nə bilim, ancaq xəyanətdən kino çəkir. Komediya çəkirsə, ancaq mütriflik eləyir. Nə bilim, ciddi bir senari qurursa, ancaq orada xəyanətdən dərs keçir, xəyanəti təbliğ eləyir. Güya ki, bu ölkədə ancaq problem xəyanətdir. Başqa bir problem yoxdur. Bizim tariximiz yox imiş. Ancaq bizim tariximiz xəyanətdən ibarət imiş. Sizin təbliğatınız budur. Sizin gördüyünüz iş budur. Ona görə mənə şəxsən Rasim Balayev və onun timsalında bütün Həsən Məmmədov, Həsən Turabov, bütün hansı ki kişiliyi bu ölkəyə təbliğ edən, bizlərə gələcək keçmə, bu biri nəsil bilməz, biz nəsil bilirik. Kişiliyi təbliğ edən, kişiliyi təmsil edən aktyorlarımız kimlər olub? Komediyamızda kişiliyi təbliğ eləyirdi. Mütrifliyi yox. Amma siz bugünkü gün oturmusunuz orada vəzifə sahibi olmusunuz. Oturmusunuz orada ancaq pul gəlsin. Şərəfsizi pulu bugün sabah Velizarı gətirib aktyor eləyəcək bir mədəniyyət nazirliyisiniz. Velizarı aktyor eləyəcək bir kinematografçılarsınız. Bütün üzdən iraqları hamısını gətirib o səhnəyə çıxardacaqsınız. Yetər ki sizə pul gəlsin. Yetər ki sizin işiniz gəlsin. Yetər ki bu ruhu korlamış xalqın, təbii ki İraq o bəzi əqidəli insanlardan ruhu korlamış xalqın sevincini qazanır. Hansı ki, bugünkü gün üzdən iraqların, nə bilim, sosial şəbəkələrdə, canlılarında, nə bilim, cəmiyyətdə üzdən iraqların hörməti var. Kişilərin hörmətini siz itirmisiniz. Çünki başda sizsiniz. Bax, media, Mədəniyyət və Turizm Nazirliyi, kinematografçılar, nə bilim, aktyorlar, nə bilim, müğənnilər, hamınız bu xalqın düşmanısınız. Bizə Rasim Balayevi qaytarın. Bizə Rasim Balayev kimi oğullar lazımdır. Bizə Rasim Balayev kimi aktyorlar lazımdır ki, hansı ki mən bugünkü gün mən evladımı oğul evladı böyüdürəm. Mən oturub hansısa bir bugünkü gün çəkdiyiniz videoları, kinoları mən göstərib oğluma təbliğ eləyə bilmirəm ki, bax biz buyuq. Mən məcburam, Allah rəhmət eləsin, bir daha Rasim Balayev, Həsən Məmmədov kimi, nə bilim, Həsən Turabov kimi, Allah ömür versin, Fəxrəddin Manafov, mən kişilik obrazlarını götürürəm. Yəni Allah sağ ikən Allah ömür versin o bəzi kalifə sənətkarlara. Yəni mən bunları uzaq başı göstərə bilərəm ki, bax bunlar oldu getdi bala. Bunlar oldu getdi. İndən beləni də sən o gələcək nəsildən gözləmə. Keçmişdən araşdır, tap. Kişi ol. Mənliyin olsun, mənəviyyatın olsun, milliliyin olsun. Dövlətinə, xalqına hörmətin olsun, sevgin olsun. Vətənini sev. Bax bunu mən uşağıma ancaq bu cür təbliğ eləyə bilərəm. Allah xalqımızı, dövlətimizi qorusun. Buradan da bir daha Rasim Balayeva qəni-qəni rəhmət eləsin deyirəm. Mən əminəm ki, yenə deyirəm, dövlətimiz Rasim Balayevin o fəxri xiyabanda məkanını təyin edib. Mən buna əminəm. Allah dövlətimizi, xalqımızı qorusun. Allah bütün cəmi kalifələrimizə rəhmət eləsin. Var olun Azərbaycan xalqı.